Salam millət, hər vaxtınız xeyir, necəsiz? İnşallah hər şey qaydasındadır. Deməli, bu günləri çox maraqlı bir gündür. Bu günlər gedirik artıq ki, internetdə mənə çox sual verirdiniz. Instagramda, TikTokda, YouTube'da yazırdınız ki, maşını niyə aşağı salmısan? Və artıq bu günləri o gündür. Bu günləri maşını gedirik aşağı salmağa. Və təbii ki, nə qızdırmırıq burcunu, nə kəsdirmirik, bizim elə işlərlə aramız yoxdur. Maşına coilover almışam və qayda ilə, qanunla lisenziyalı olmuş və dünya brendi olan bir firmanındır. İndi onun qutu açılışını, qutudan açanda şeyləndə sizlərlə bölüşəcəm. Bir də kamber almışam, bunu da taxdıracam. Demək, hər ikisi də eyni firmanın məhsuludur. Çox araşdırdım. İki coilover brendinin arasında qalmışdım. Biri mən indi aldığım Skunk 2 firmasıdır. Biri də ki BC yazılır, BC Racing'dir. O firmaydı. Bilmirəm, hər ikisi də güclü firmaydı. Açığını deyim, bəlkə bir aya yaxın araşdırmışam, bir aya yaxın oturub fikirləşmişəm. Mənə Skunk 2 firmasının coilover'ı görünüş cəhətdən çox, düzdür, performans cəhətdən şeydir, adı nədir, hər ikisi güclüdür. Amma görünüş cəhətdən o cəlb elədi. İndi göstərəcəm sizlərlə, maşının arxasındadır. Qızılı, qara və qırmızı işləmlərlə işlənilib. Amma BC firması, BC Racing'in coilover'ı qaradır, gold rəngdə yazısı var idi. Belə, yəni o dizaynı məni cəlb elədi Skunk 2-nin, ona görə. Coilover nəyə görə aldım? Mən də axırıncı yarışımda, birinci yer tutduğum Drive Show Bakının yarışında döngələrə girdim, gördüm maşın çox əyilir. Həddindən artıq çox əyilir. Mənə yəni dizbalans verirdi. Düzdür, sport amortizatörlərdir. Bu stok olaraq öz amortizatörlərdir, amma əyilir. Və əyildiyinə görə də maşın yol tutuşunu itirir. Bizdə düzdür, trek yoxdur, amma əlimizdə olan trekdə sürürük. Orada da sərt döngələr olduğuna görə görürsən ki, maşın sürüşməyə daha çox meyillidir və adı nədir, yol tutuşu zəifləyir. Ona görə məcbur qaldım coilover alım və təbii ki, coilover'da alanda firma təyinatına görə alırsan. Coilover var ki, show karlarda istifadə edirsən. Sənin üçün çox elə önəmli deyil ki, güclü bir dözümlülük olsun. Sadəcə gündəlik sürmək və show kar üçün coilover'lardan istifadə edirsən. Amma trek üçün olan coilover'lar tam başqadır. Təbii ki, mən trek üçün aldım. Zaten fikrində məqsəd odur, trekə yığmaq və aldıq, gətirdik. Nəsə, video çox uzanır başlıq olaraq. İndi kutu açılışını eləyəcəm. Gedirəm ustanın yanına. Ustanı da necə tapdım? Usta da təsadüfən oldu ki, bir yerdə drift, time attack yarışında bir yerdə yarışmışıq usta ilə. Və təsadüfən iki qardaş məndən soruşdum. İki qardaş da hər ikisi ustanın məsləhət gördü ki, get onun yanına. Həm drift pilotudur və həm də ustadır. BMW-nin ustasıdır, səhv eləmirəmsə. Azından 2 nəfər ona coilover quraşdırıb və məsləhət gördülər. Biz də dedik ki, məsləhətə qulaq asaq. İndi gəlmişəm buralarda, harada olmalıdır. Gedək ustanın yanına, nəsə oradan davam eləyərik. Məhsulları çıxardacağım, qutusundan açacağım, sizlərlə bölüşəcəm, göstərəcəm həmən firmanda. İnşallah maraqlı bir şey olar. Demək, gəldik. Rəhman ustanın yanındayıq. Usta, ilk tanışdığımızdır. İlk tanışdığımız. Bəli. Xoş gəldiniz. İnşallah davamlı olar. Bəli, əbəd olar. Gəldi indi ustanın yanına, indi usta açır. Firmadan məlumatın var usta? Bunu Honda sürənlər, JDM-cilər bilir. Yəni siz BMW-siz, bu Hondalara aiddir. Tuning detallar istehsal eləyir. Maraqlıdır. Hamısı var, sənədləri falan, hamısı içindədir. Onlar açıb evdə ürək dözməyib baxmışam. Açmışam. İndi bir dənə çevirim. Coilover'ları
İnşallah yaya hazırlaşırıq usta bizdə. Hamı sərvisini gözləyir. Aprel Apreldə olacaq, amma deyirlər mayda olmalıdır. İyun, iyulda olacaq. Apreldə ümumiyyətlə drift yarışları başlayır. Orada time attack olmur da. Bu bizim Kailover'ımızda. Necə bir şeydir usta səndə? Super. Yəni güclü Lazım olan hər bir şey. trek üçün istehsal olmuş şeydir, Kailover'lardır. Hər bir şeydə var. Xeyirlisi. Sağ ol usta. Ben gətdik. İnşallah qabaq buferi taxmışıq. Qaldırılsın. Sökək. Gəlin sizə Rəhman ustanın maşınını göstərim. Bu drift maşınıdır. Şüşələr plastmasdır. Həlim çöldə də var drift maşınları. Burada görürsünüz fərqliliklər falan hamısı var. Sidenkalar. Mənə də belə sidenka lazımdır. Mənim sidenkalarım döngələrdə adam çox tutmur. Buna qoyanda biraz balanslı olur da gündəlik sürüşə əl vermir. Gördüyünüz kimi maşın disklərini çıxartdılar, amortizatorlarını söksünlər. Qarajda həqiqətən çox səliqəlidir. Çox xoşuma gəldi. Xoşum gəlir belə qarajdan. Sonra qabaqları çıxartdılar. Təkərlər açıldı. Burada demək sizə göstərəcəydim nə? Ustam, burada bir dənə kitabçası olmalıdır elə bil bunun. Demək baxın. Bu amortizatorda da var bu kitabça. Eyni kitabçadır. Burada bunun zəmanət talonu. Bütün hamısı var. Sonra bunu deyirdim sizə. Burada həmən firmanın istehsal proseduruna aid şəkillər, bütün detalları, hamısı var. Hondalara aid, Honda və Acura. Bütün Honda modellərinə aid Acura, Accord detalları var. Ötəri sizə göstərim. Bana baxın, burada artıq detallar gəlir. Görürsünüz. Kailoverlə tutmuş. Kamberləri. Bunları da alacağım, bunları dəyişilməlidir məndə. Məndə belə çox şeylər var. Köhnə Civic'lərindir bu. Bu da bu qaydada. Buna qoyaq hələlik belə. Sökülsün görə inşallah maraqlıdır. Hal-hazırda sol tərəfdə çıxartdı amortizatoru. Sonra aşağı salacaq, yuxarıdan açılacaq. Buradan açıq. Amortizator artıq boşdadır. Məndə indi bir məsələ var. Amortizatorlarım elektron olduğuna görə, bunu çıxartmışıq da bunu. Amortizatorlar elektron olduğuna görə məndə içəridə aşıbba yanacaq. Onu görüm chip tuning eləyənlər onu söndürə biləcəkmi? Söndürə bilməsə məcbur bunu əvəz eləyən abmanka deyirlər də. Ayrıca satılır belə bir şeydir. Onu əvəz eləyən detal alıb taxacam ki buna içəridən amortizator işığı sönsün. Aporlarım sportdur. Sporttek firmasına aiddir. Sport sayılır bunlar. Nakladkalarım yaxşıdır. Amma nakladkalar da sport nakladkalar qoyacaq. Hələm arxalar sökülməyib. Amma bunlar ləzzət eləyir də. Çox gözəldir bunlar. Qırmızı. Bunlar arxanındır. BC Racing'dəki purjunla bir yerdə olurdu bu. Onunla da zavoddan necədə elədi. Purjun ayrı taxılır, amortizator ayrı. Bunlar da ki kamberlərdir arxana. İnşallah bunlar da qoşacaq. Daha sonra razıvala girməlidir maşın mütləq şəkildə. Razıvala girməli. Bunlar da stabilizator və sırğalardır bunlar da. Link daha doğrusu. Linklərdir. Bunlar da indi amortizatora taxılandan sonra ona uyğun olaraq tənzimlənəcək. Komplektasiямız bu da. İndi hal-hazırda qabaqlar taxdı. Yuxarıdan bağlandı.
Tam sistemində yığırlar. O tərəfindən də yığsın usta. İnşallah nəsə maraqlı bir şey oxşuyur. Bunu da dəyişəcək. Mütləq dəyişiləcək. Keçə bir dənə o tarafa baxaq. Taxılır burada. Deməli millət, bir tərəfi bağlandı, yığıldı. Linklər taxılacaq, bu heç. Amortizator tam bağlandı artıq. Firma olaraq da görünür. Bu dediyim datçikin başlığıdır. Bunu biraz başı yuxarı belə bağlayacaq. Hələlik zaten içəridə aşıbqanın yanacağını bilirəm. İndi görək, qabaqları indi sol tərəfdə taxır. Taxsınlar, arxaları keçək, arxaları da bağlayaq, sonra maşını düşürək görək nə effekt verir. Demək, sağ-sol qabaqlar hazırdır. Bunlar da taxıldı, bərkidildi. Bu sağ tərəf. Keçək sol tərəfə. Sol tərəfdə taxıldı, yığıldı. Burada demək, incə bir məqam var, siz onu vurğuladı. Dedi, boşda duranda purjun bu qaydada oynamalıdır. Əgər bunu deyir, çox sıxsaq, purjun çip olsa çox sərt olur. Və bunu tənzimləyəcək. Bunu tənzimləyəcək. Daha sonra istədiyimiz vaxt endirib qaldırmaq istəyəndə buradan endirib qaldıracaq. Mən də vurğuladım ki, ustam, inşallah bundan sonra yarışlarda yəqin ki, bir yerdə olacaq. Sənlikdir bunlar. Sağ olsun. Problem deyil. Datçikinin də çıxışını buradan bağladıq. Üzü yuxarı ki, yağış da düşəndə üstünə düşməsin. Bunu ya içərdən aşıbqasını sildirəcək, alınsa. Alınmasa da o detalları alacaq. İndi burada qalıb bir prosedur ki, arxalar sökülür. Arxada bu kamberləri taxmaq üçün bu köhnələr sökülməlidir. Bunun da o tərəfdən, dibdən. Görürsünüz də, bura. Çətin bir yerdədir. Ona görə arxa, bu balka deyək də, arxa sistem aşağı düşdü. Açdıqca aşağı düşsün ki, ələ oraya girsin, açılmalı olsun. Hal-hazırda düşüb, sağ tərəfi taxır. Sağ tərəf taxılır orada. Tutuştursun. İndi bir dənə tutuşturur bura hələ ki. Səmtini tutsunlar, o tutursunu bağlasınlar. Demək nə qalır? Sağ tərəfdən iş gedir. Bu dəyişəcək və purjunlar çıxıb, bu purjunlar taxılacaq. Arkada da var, arkada da bir dənə göstərim sizə. Demək, arkada həm purjunlardan endirmək olur, həm də buradan. Yenə də prinsip olaraq ikisini tənzimləyəcəklər. Səhv eləmirəmsə, hündürlüyü bununla tənzimləyəcək. Bunu da şuna görə, indi bunu bu etapçadan da deyəcəm. Qabaq amortizatorlarda olduğu kimi arxalarda da var, sərtliyini azaldıb çoxaltmaq. Belə. Deməli, burada sağ tərəfin kamberini taxdıq. Gold rəngdə. İndi sol tərəfə açdı, çıxartdılar. Buranın boltunu falan hamısını təmizlədilər. İnşallah sol tərəfdə taxılsın. Sonra amortizatorları, purjunları taxaq. Sağ tərəfi yığdıq. Sağ tərəf taxılıb, bir dənə qaldı sol tərəf. İnşallah sol tərəfdən sonra təkərləri bağlayıb maşına endirəcək və hündürlüyünü tənzimləyəcək. Axırıncı işlər gedir. Görək. Qabaqların hamısı hazırdır. Mən inşallah indi gələcəkdə planımda bu linkləri dəyişməkdir, stabilizatorları dəyişməkdir. Arxa və qabaqlar planda bunlardır. Onları da alsaq, yol tutuşu daha yaxşı olacaq. Elə bir tam olacaq. İndi təkərləri bağladıq. Test üstünə indirir aşağı. Görək. Nəticə hələ ki nə göstərəcək. Sonra tənzimləməni eləyəcək inşallah.
İndirmək lazımdır yəqin ki biraz. Demək bir kuruq fırlandıq. Arxa məncə yaxşıdır. Amma qabaq belə sündürdü. Qabağı ola bilsin saldı. Çünki qabaq 2 barmaqdır. Ola bilsin bir barmağa kimi saldıq. Amma arxa məncə yaxşıdır. Çünki nəsə də qoyanda falan çox kurloya sürtmə ehtimalı var. Çünki mən hələm kamberdə əyməyəcəm. İndi sağı solu ölçək. Bura biraz hündürdür, mənə elə gəlir. Onu ölçəndə biləcək. O tərəf biraz aşağıdır. Hamısını tənzimləyəcək. Belə. A few moments later. Deməli, hazırdır. Tənzimlədik. Usta maşın çıxardır. Gördüyünüz kimi gözəlcə çıxdı. Əla. Demək, maşın endidən arxa sırğalar xarab imiş. O yuxarıda olan hiss olunmurdu. Arxa sırğa ikən dəyişiləcək inşallah. Çünki çaq-çaq səs gəlir. Ondan da yoxladı usta. Arxa sırğaları da dəyişdikmi, iş tamamdır. Belə görüntü olaraq budur. Bu başqa məsələ. Çox qəşəng və səliqəli. Usta, çox sağ ol. Xeyirli olsun. Çox sağ ol. Gözəl iş gördün həqiqətən də. Allah kömək olsun. Baxdım, sizə oldum. Çox sağ ol. İnşallah görüşəcəyik yayda. Time out sürəsiz bu dəfə yoxsa drift? Mütləq. Sürməli nə varsa hamısında. Əsas sürməyə nəsə olur. Usta elə eləyib ki, mən keçə bilməyim də. Onun regrovkasını elə eləyib ki, mən keçəməyim. Zarafat eləm təbii ki. İnşallah bundan sonra yayda olacaq yarış. Orada videolarımız olacaq. Usta ilə bir yerdə görüşəcəyik hələ tez-tez. Belə, təşəkkürlər usta. Xeyirli olsun. Çox sağ ol. Görüşərik. Görüşərik. Millət, taxdım. Artıq çıxdım, gedirəm. Arxadan o linklərin səsi gəlir. Onları inşallah dəyişəcəm, alım. Onları gətirib dəyişəcəm. Belə, hələ ki biraz buralar düzdür. Yolu latokdan falan keçəndə hələ hiss eləmirəm. Buradan da demək sağ belə. Belə komfortu pis deyil. Yəni çox atıb tutmur adamı. Mən düşünürdüm ki, çox atıb tutacaq. Amma elə bir şey hələ ki hiss eləmirəm. Yəni narahatçılıq vermir insana. Normaldır. Çünki orada biz sərtliyini tənzimlədik, ortaya qoyduq. Ortaya qoyduq ki, çox gündəlik sürəndə çox sərt olmasın, atıb tutmasın. Ondakı trekdə istəsəm qabaqları sərtləşdirə biləcəm. O funksiyalar var. Ona da ehtiyac olsa eləyəcək. Belə çox maraqlı oldu, çox yaxşı oldu. Maşın endi öz vidini daha yaxşı göstərir. Maşın daha səliqəli görünür. Arxada yüngül səs var. O da ki, məlum məsələdir. Amma belə atıb tutmur. Yaxşıdır. Burada latok var. Bilən keçim. Yox, yaxşıdır. Komfortu elə də o qədər də itirmədi. Əla, super. Bunu tam yaxşı artıq sürüş zamanı biləcəm. Onu da inşallah trekə gedəndə, Bakubusda sürəndə sizlərlə ətraflı bölüşəcəm. Bura qədər. Çox Hondaçılar var idi, mənə yazırdı ki, maşını niyə endirmirsən? Maşın hündürdədir, pis görünür. Və təbii ki, bunu mən görürdüm, bilirdim. Şəxsən özüm maşına yaxınlaşanda özümün xoşuna gəlmirdi, çünki maşın hündürdə idi. Amma indi qaydasındadır. Çox da endirmədim aşağı, çox da xoşlamıram. Təkərlər girsin, məsələn, krulonun içinə.
orta oldu, bəsimdir. İstədiyim tənzimləməni verdi, usta sağ olsun. Səliqəli, təmiz iş gördü. İnşallah bundan sonra da başqa detallarım var, gələcək. Onları da çəkib sizlərlə bölüşəcəm. Odur ki, kanalı izləməyi, videonu bəyənməyi, yorum yazmağı unutmayın. Çünki bu mənim üçün önəmlidir. Gördükcə sizin rəylərinizi yazdıqca mən də belə deyim də ürəklənirəm ki, həqiqətən şeysiz. Bura qədər millət.